Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləğanın tam mərkəzində, tam mərkəzi yola yaxın 3 sot torpaq sahəsinin üzərində belə bir şəxsi möhtəşəm həyət evimiz çıxıbsa, düz indi həyətin biraz ön hissəsini səliqəyə salmaq lazımdır və tamamlanma işləri qalıb. Otaqların sayı da çoxdur, 2 ailə üçün daha gözəldir və inşallah təqdim edəcək sizlərə. Evin içərisində keçid edəcək. Köhnə bələdiyyədir, qaz, işıq xəttləri, kommunalları var. İlk qiymət 170.000 manatdır. Reallıq olarsa, ev sahibi tərəfindən endirim olunacaq və təcili satılır. Gəl qardaşım qabağa, zəhmət olmasa keçid edək evin içərisinə və giriş hissəsində sizlərə göstərərik. Və onu da nəzərinizə çatdıraq ki, bu hissənin özü belə, yəni istifa olsun nəzərdə tutulub, gələcəyinə cam balkon. Bir dənə giriş hissəsində göstərək zəhmət olmasa, giriş hissəsində qardaşım, təqdimdə də zəhmət olmasa, giriş hissəsində gəl qabağa biraz qabaqdan, lapdan. Giriş hissəsində göstərək, keçək evin içərisində sizlərə də, belə deyək də, fikir verin, bax, betonla işlər görülür, məşruq xətləri görülür. Bu böyük bir zal buradadır. Bu hissəsini göstərək sizlərə. Sadəcə pol, patolog və qapı işləri qalır. Fikir verin. Demək olar tam yolun kənarı və qapısına qədər asfaltdır. Gəl qardaşım buradan. Buranı da göstərək sizlərə. Hardasa belə deyək 240 kvadrat olan. Burada da bir, yəqin ki bu mətbəxsin nəzərdə tutulub. Qabağı teras da eləmək var. Fikirlərin top işləri hamısı görülür. Bu hissəni də göstərək sizlərə. Bu hissəni təqdim edəcək olmasa. Və keçid edək bura. Sancıysın nəzərdə tutulub. Böyük. Sancıysın nəzərdə tutulub. Və keçirik inşallah ikinci mərtəbəni təqdim edək sizlərə. Həm yeri yaxşı yerdir, həm ilgili yerdir. Bu da bax ikinci mərtəbəsidir. İkinci mərtəbəsində də belə bir foyer hissəsi nəzərdə tutulub. Əslində biz evin sağ tərəfini şöyle sizdən göstərməliydik. Müəyyən səbəbi qədər göstərə bilmədik. Gəl qardaşım bura. Burada da otaqlar çoxdur. Buranı təqdim edə biləcək.